Yasamal qəbristanına aid bir də lətifə danışım. Allah cəm ölənləri rəhmət eləsin. Bir dənə kasıb oğlan olur. Dolanışıq olmur da. Yasamal uşaqları deyir ki, ara Fatihə surəsini öyrən. Özümüz gələndə hələ bir də Fatihə verərsən. Öz qohuma qərəbəmiz üçün o ənbəyən. Dolanışıq olardı. Ancaq Fatihə surəsini mütləq öyrən. Bu da öyrənir. Durur Yasamal qəbirstanlığının girişində. Boşun bu dostlarından hansıysa qohuma qərəbəsini yad eləməyə gəlir, ili dəfn eləməyə gəlir. Deyir ki, gəl bir də hələ öz qardaşımızdır. Durub qəbristanın qabağında bir dənə Fatihə versin. Qardaş da gəlir Fatihə surəsini oxuyur. Ləm yəlid və ləm yulad. Qul huvəllahu əhəd. Axırda da qayıdır deyir ki, ixtiyardan yadigar. O şimdi cemaat dağılışır, gedir o ənbəyən. Dostları soruşur ki, nə ixtiyar? İxtiyardan yadigar nədir? Deyir, demədiniz ki, Fatihə surəsini öyrən. Daha qəbir daşının üstündən öyrənmişəm Fatihə surəsini. Kimsə dostu üçün baş daşı qoymuşmuş. Üstünə də Fatihə surəsini yazmışmış. Altından da yazmışmış ki, ixtiyardan yadigar. Ama da yetim oradan nə tərəz verib. Eləcə də oxuyur.